Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda keçirilən rəsmi tədbirlərin birində gərgin hallar yaşanıb. Vətən müharibəsi şəhidi leytenant Əli Yusifovun atası Sülhəddin Yusifov çıxış edərək yerli məmurları şəhid ailələrinə qarşı laqeydlikdə və ayrı seçkilikdə ittiham edib. Dövlət rəsmilərinin və yerli idarə rəhbərlərinin iştirak etdiyi görüşdə tribunaya çıxan şəhid atası yerli icra strukturlarının fəaliyyətini kəskin tənqid atəşini tutub. Sülhəddin Yusifov Şərur rayonundakı məmurların şəhid ailələrinə sosial statuslarına və maddi imkanlarına görə fərqli yanaşdıqlarını iddia edib. Şəhid atasının sözlərinə görə regional məmurlar yalnız müəyyən imtiyazlı və imkanlı şəhid ailələrinin tədbirlərinə qatılır, onlara xüsusi diqqət göstərirlər. Maddi durumu zəif olan, ehtiyac içində yaşayan kasıb ailələr isə tamamilə unudulub və diqqətdən kənarda qalıb. Yusifov öz çıxışında bu bərabərsizliyin şəhidlərin ruhuna və dövlətin siyasətinə hörmətsizlik olduğunu vurğulayıb. Tədbir iştirakçılarının verdiyi məlumata görə şəhid atasının bu gözlənilməz və səmimi etirazı böyük sükuta səbəb olub. Tədbirdə iştirak edən məmurlar və dövlət qurumlarının rəsmiləri səsləndirilən kəskin ittihamlara heç bir reaksiya verə bilməyiblər. Əlimin qabarı ilə Türkiye'nin küçələrində işləyə bir dənə oğul böyütdüm. O 23 yaşında şəhid verdim. Bir oğlum vardı, bax şəhid oldu. Bir oğlum, gəlin cavab verin oğluma. Gəlin. Utanmazlar, ölməzlər. Naxçıvanda o qədər başlı-başınalıqdır ki, o qədər ayrı seçkilikdir ki, şəhidin yerinə bütün məmurlar gəlir, birinə də heç gəlmir. Mən bir şəhid atası kimi az qalım özümü yandıram, bir daha canım qutarsın. Bu yaşayış deyil. Bizim oğlumuz şəhid oldu, bu ikinci dərdi bizə verilməsin. Şəhid ailələrinin yerində bütün məmurlar hamısında olsun. Hamısında iştirak eləsin. Bu nə ayrı seçkilikdir ki? Sakin paylaşın. Cənab Prezident, mən sizdən çox xahiş edirəm. Buna son qoyulsun. Deputatın biri çıxır deyir ki, uşaq pulu verməyin 500 manat bir də istəyərlər. O biri deputat çıxır deyir ki, uşaqlara uşaq pulu verməyin tənbəlləşərlər. Bu kasıb balaları idi, şəhid oldu. Şəhid atası kimi ölüncə də oğlumun üzünə elə bir kişi bir xəsiyyətlə gələcəm ki, orada oğlumun üzünə dik baxa bilir.